Orqanizm tam bir sistemdir. Biz bilirik ki, hər bir canlı hüceyrədən təşkil olunmuşdur. Hüceyrə canlı orqanizmin həm inkişaf, həm də quruluş vahididir. Yəni, yer üzərində olan canlıların əksəriyyəti hüceyrəvi quruluşa malikdir və hüceyrələr bölünür sadə quruluşlu bir hüceyrəli və çox hüceyrəli. Məsəl üçün, biz bilirik ki, yer üzərində yaşayan canlıları neçə aləmə bölmüşdük? 4 aləmə: bitkilər, heyvanlar, bakteriyalar, göbələklər aləmi. Və bunların həm bir hüceyrəli aləmlərin, həm bir hüceyrəli, həm də çox hüceyrəli nümayəndələri vardır. Bir hüceyrəlilərə biz olan bakteriyaları misal göstərə bilərik ki, yalnız prokaryotlar, bakteriyalar bir hüceyrədən təşkil olunmuşdur. Yəni, onların çox hüceyrəli nümayəndələri yoxdur. Lakin bitkilər, heyvanlar aləmi, göbələklər aləmində həm bir hüceyrəli, həm də çox hüceyrəli nümayəndələrinə rast gəlmək olar. Yəni, bir hüceyrəli orqanizmlərə, həm də çox hüceyrəli orqanizmlərə rast gəlmək olar. Burada canlıları qarışıq verib, 4 aləmin 4-ünə aid olan da canlılar qarışıq verilibdir. Sürətli üzərindən deyək bunları. Qov göbələyi göbələklər aləmidir. Xlamidamona da bitkilər, boz canavar heyvanlar, quş mamırı bitkilər, vərəm çöp və vibronu aid edilir prokaryotlara, ağ planari heyvanlar aləmi, mukordu göbələklər, may böcəyidir, yenə həşəratlar aləmi, xlorella bitkilərdir, ulva bitkilərdir, pensil göbələkdir. Lakin tütün mozaikası virusu heç bir aləmə aid edilmir, yəni viruslardır. Virusun sözün mənası zəhər idi və tütün mozaikası virusu yalnız RNT tərkiblidir və bitkilərdə xəstəlik törədir. Çöl qatır quyruğu bitkilərdir, askarid, amib isə heyvanlar aləminə aid edilir. Verilənlər içərisində heç bir aləmə aid edilmir, yalnız tütün mozaikasını misal göstərə bilərik. Bir hüceyrəli orqanizmlər, bunlar hansılardır? Təbii ki, dedik, həm bitkilərdə var, həm heyvanlarda, həm də göbələklər aləmində və bir hüceyrələr özlərini əlverişsiz şəraitdə hansı vəziyyətdə özlərini müdafiə edirlər? Onlar sista və spor və halında özlərini əlverişsiz şəraitdə müdafiə edirlər. Məsəl üçün, bakteriyalar əlverişsiz şəraitdə spor halında keçirirlər. Yəni, bakteriyaların sporu çoxalmaya xidmət etmir. Lakin bir hüceyrəli heyvanlar olan, məsəl üçün, ameb olsun, yaşıl evglena özlərini əlverişsiz şəraitdən sista vəziyyətində qorunmuş olurlar. Bir hüceyrəli bitkilərdən xlorella, xlamidamonada, plevrokok, əlavə deyək ki, plevrokok torpaqda yaşayan su bitkisidir, ibtidai bitkilərdən, göbələklərdən may göbələyini, mukordu və s. misal göstərmək olar. Lakin biz bilirik ki, yalnız bir hüceyrəli orqanizmlər mikroskopik deyil, onların nəhəng formaları da vardır. Bunlara misal olaraq, məsəl üçün, dünya okeanında oksigen az olan mühitdə, işıq az düşən mühitdə yaşayan ksenofilofloralardır və radiolar var, foraminiferlər, bir də ksenofioforlar aid edilmişdir. Və bunlarda bilirik ki, ibtidai olan bir hüceyrəli heyvanlarda hətta kürək canağa da rast gəlinir. Lakin, məsəl üçün, burada şəkildə verilib ksenofilofloradır ki, ibtidai bir hüceyrəli heyvanlar aləminə aiddir. Lakin bir hüceyrəli olmasına baxmayaraq çox nüvəlidir. Bir də belə bir canlına biz harda rast gəlmişdik? Göbələklər aləmində ki, mukor göbələyidir ki, həm bir hüceyrəli, lakin çox nüvəlidir. Və bunlar xarici görünüşünə görə disk şəkilli tetrador formasında olmuşdur. Deməli, təkcə yalnız mikroskopik deyil bir hüceyrəli orqanizmlər. Böyük nəhəng formalarına da rast gəlmək olar. Çox hüceyrəli orqanizmlərə də dedik ki, bitkilər, heyvanlar, göbələklərin əksəriyyəti, üstünlüyü, çox hissəsi çox hüceyrəli orqanizmlərdir. Və çox hüceyrəli orqanizmlərdə həm hüceyrədən və hüceyrərası maddədən təşkil olunmuşdur. Və çox hüceyrələr və hüceyrərası maddələr birləşərək toxuma qrupuna əmələ gətirirdi. Bu toxuma qrupu çox hüceyrəli bitkilərdə var, çox hüceyrəli heyvanlarda var.
Lakin çoxu ciyirəli göbələklərdə toxumaya rast gəlinmir. Çünki göbələklər aləmində də nə toxuma, nə də orqan vardır. Mütləq şəkildə toxumanı əmələ gətirən həm hüceyrə olmalıdır, həm də hüceyrəarası maddə. Tək şəkildə hüceyrə toxumanı əmələ gətirməz. Məsəl üçün, bağırsaq boşluqlar tipində, məsəl üçün, hidrada hüceyrələr vardır, lakin o toxuma orqan yox idi. Səbəb nədir? Hüceyrəarası maddənin olmaması. Və çox hüceyrəli orqanizmlər qidalanma tiplərinə görə bilirik ki, 3 qrupa bölünürlər. Avtotroflar var, heterotroflar var, miksotroflar var. Avtotroflar nə idi? Günəş enerjisindən və yaxud da kimyəvi rabitələr enerjisindən istifadə edərək qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edən canlılar avtotroflar idi. Məsəl üçün, bakteriyalarda həm fototrof var, həm xemotrof var. Lakin bitkilərdə isə yalnız avtotrof qidalanmanın bir növü olan fototrof qidalanmaya rast gəlinir. Heyvanlar aləmində də fototrof qidalanma var ki, bunu da ibtidai heyvanlarda, yaşıl evglenada, volvoxda misal göstərə bilərik. Bəs miksotrof nə deməkdir? Miksotrof həm avtotrof yolla, həm də heterotrof yolla qidalanan canlılar isə miksotrof idi. Miksotrof canlılara məsəl üçün qovuqlu bitkiləri, nepentesi, milçək tutan bitkini göstərmək olar ki, onlar bitkilər həm avtotrof yolla qidalanır, həm heterotroflar. Məsəl üçün heyvanlardan da yaşıl evglenanı, volvoxu deyə bilərik ki, onlar işıqlı mühitdə avtotrof yolla qidalanır, qaranlıqda isə heterotrof yolla qidalanmağa malikdirlər. Və bu cür qidalanmanı da dedik miksotrof. Bəs holloz yolla qidalanma nə deməkdir? Yadınızda qalsın, yalnız heyvanlar aləminə aid edilir ki, həzm sisteminə malik olan heterotrof orqanizmlərin qidalanması holloz yolla baş verir. Yəni biz bilirik ki, heyvanlar həm ət yeyən heyvanlar var, həm hər şey ilə qidalanan heyvanlar var, həm heyvan, həm də bitki ilə qidalanan canlılar vardır. Məsəl üçün, ət yeyən bitkilərə biz yəqin ki, təbiət kitabından dərs keçən müəllimlər də bilir. Təbiət, məsəl üçün, hər şey yeyənlərə omnivorlar deyilir. Omnivor, heyvanlarla qidalananlar karnivor, bitki mənşəli ilə qidalananlar herbivor adlanır. Yəni əzbər lazım deyil, sadəcə bilməyiniz də yaxşı olardı. Herbivor, sertifikasiya imtahanına gedən müəllimlər bilsə daha gözəl olar. Herbivorlar, bitki mənşəli ilə qidalananlar, karnivor heyvan mənşəli ilə qidalanar, omnivor isə hər şey yeyən canlılara aid edilir. Bəs yaxşı, həzm sisteminə malik olmaq heyvanlar aləminin hansı tipindən başladı? Təbii ki, yastıqurtlar tipindən baş vermişdi. Bəli, heterotrof yolla qidalanmanın da bilirik ki, saprofit və parazit növləri vardır. Qidalanma haqqında 10-cu sinif dərsində məlumat vermişəm. Baxaq, bir çalışmaya baxmaq istəyirəm. Saprofit başqa orqanizmlər hesabına yaşayır, yanlışdır. Saprofit yox, parazit orqanizmlər. Canlı orqanizmlərdə cansız təbiətdə olan kimyəvi elementlərə rast gəlinir. Tamamilə doğrudur. Kimyəvi elementlər həm canlı, həm də cansız təbiətdə rast gəlinir. Maddələr mübadiləsi yalnız çox hüceyrəli orqanizmlərə xasdır, yanlışdır. Maddələr mübadiləsi həm bir hüceyrələrə, həm də çox hüceyrəli orqanizmlərə xasdır. Nepenthes bitkisi həşərat yeyən bitkidir. Fotosintez edərək yalnız avtotrof yolla qidalanır, yanlışdır. Yalnız avtotrof yolla yox, həm də heterotrof yolla, çünki miksotrof yolla qidalanır. Homo sapiens, bəli, ağıllı insan deməkdir, dərəcəli insan heyvanlar aləminin nümayəndəsidir. Tamamilə doğrudur. Viruslar prokaryotlara aiddir, yanlışdır. Virus nə prokaryotlara, aləm üstü olan nə prokaryotlara, nə də eukaryotlara aid edilmir. Qıcıqlanma yalnız heyvanlara xasdır, xeyr. 4 aləmin 4-ündə də qıcıqlanma xüsusiyyəti vardır. Zülallar, yağlar, nuklein turşuları, bəli, canlıların əsas komponentidir. Yəni, üzvü maddələrə canlılarda rast gəlinir. Qeyri-üzvü maddələrə isə həm canlı aləmdə, həm də cansız aləmdə rast gəlmək mümkündür. Orqanizmlərin çoxalma formaları. Ümumiyyətlə biz bilirik ki, canlı orqanizmlərin əsas xüsusiyyətlərindən biri də onlarda çoxalma formalarıdır. Və çoxalma formalarının 2 tipi vardır. Qeyri-cinsi, cinsiyyətsiz, yəni cinsi çoxalma. Yenə 10-cu sinif dərsində bu haqqında əvvəl 5 mövzu içərisində izahını vermişəm. Qeyri-cinsi çoxalma nədir? Bu çoxalma adından da görsəndiyi kimi qametlər əmələ gəlmir. Qeyri-cinsi çoxalma zamanı mayalanma baş vermir.
müxtəliflik nəzərə çarpır. Düzdürmü? Niyə müxtəliflik nəzərə çarpır? Çünki qeyri-cinsi çoxalmanın mərkəzində mitoz bölünmə yaranır və mitoz bölünmədə biz bilirik ki, artıq profaza mərhələsində konjugasiya və yaxud da crossover baş vermir. Hansında baş verirdi? Meyoz bölünmədə. Ona görə meyoz bölünmə zamanı müxtəliflik nəzərə çarpırdı. Lakin qeyri-cinsi çoxalma işini həyata keçirən mitoz bölünmədir və mitoz bölünmədə müxtəliflik nəzərə çarpır. Səbəb budur. Nə deməkdir müxtəliflik nəzərə çarpır? Yəni yeni əlamət üzə çıxmır. Ana bitkidə hansı xüsusiyyətlər vardırsa, əmələ gələn qız bitkidə də həmin xüsusiyyətləri daşıyır və bu sürətli çoxalmadır. Təkamüldə ona görə əhəmiyyəti azdır. Əmələ gələn fərdlər nədir? Ətraf mühit şəraitinə davamsızdır. Bir də deyirəm, sürətli çoxalmadır, təkamüldə əhəmiyyəti azdır, müxtəliflik nəzərə çarpır və ətraf mühitə davamsızdır. Tamamilə doğru. Bəs bu qeyri-cinsi çoxalmanın hansı növləri vardır? Sadə bölünmə, vegetativ yolla çoxalma, tumurcuqlanma, spor əmələ gətirmə, əlavə deyim ki, şizogoniya yolu ilə çoxalmadır. Bəli, şizogoniya yolu ilə çoxalma. Və yadınızda qalsın ki, burada da deyim, qeyri-cinsi çoxalma hansı təbii seçmənin bir çox növləri vardır. Stabilləşdirici seçmə, hərəkət verici seçmə, bir də disruptiv seçmə. Həmin bu stabilləşdirici seçmə qeyri-cinsi çoxalma zamanı ömür boyu sabit qalmasına, orqanizmdə yeni əlamətin çıxmamasına mane olur. Yəni şərait yaratmır. Şimdi bu çalışmaların hər birini istəyirəm toxunam. Məsəl üçün bitkilərin adını verib bağ çiçəyidir ki, hansı qeyri-cinsi çoxalma üsulları ilə həyata keçirilir. Bitkilərdə bilirik ki, qeyri-cinsi çoxalma vegetativ orqanlar vasitəsilə həyata keçirilir. Vegetativ orqanları hansılardır? Kök, gövdə, yarpaq. Məsəl üçün, bağ çiyələyi bığıcıqları vasitəsilə. Bığıcıqlar nədir? Gövdənin şəkil dəyişməsi. Soğan, soğanaq vasitəsilə, bənövşə, yarpaqda olan əlavə tumurcuqlar vasitəsilə, yəni yarpaq vasitəsilə, sürünən ayrı qotu bitkisi kökümsovları vasitəsilə, kartof, gövdə yumursu vasitəsilə neyilir? Sayını artırmaq olur. Biz bilirik ki, kartof bitkisinin gövdə yumurlarında olan təpəciklər vardır ki, həmən hissə ilə onların sayını artırmaq olur. Şəkildə indi bölünmə yolu ilə çoxalma, sayda bölünmə dediyimiz, daha doğrusu sayda bölünmə bakteriyalara aiddir. Burada yəni sayda bölünmə mitoz bölünmə deyil, DNT-nin Lakin bu digər ikiyə bölünmə yolu ilə çoxalma ayda mübdə, yaşıl evgilinada, uzun infizor tərlikdə. Şəklə diqqət yetirsək, ayda amöb istənilən istiqamətdədir, yaşıl evgilina uzunluq istiqamətdədir, infizor tərlik isə eninin istiqamətdə ikiyə bölünməklə çoxalırdı. Və diqqət burada nə yazılıb? Qeyri-cinsi çoxalmanın bir növü də şizogoniyadır. Şizogoniyanı biz heyvanlar aləmində hansı canlılarda rast gəldik? Yəqin ki, yadınızdadır, sporlar tipinin nümayəndəsi olan insan askaritində şizogoniya yolu ilə çoxalma var. Şizogoniya, yəni bir hüceyrədən çoxlu hüceyrələrin yaranmasıdır. Qaraciyər sorucusunun məhz kirpikli sürfəsini də məhz şizogoniya yolu ilə yaranır. Məsəl üçün, exinokokda qovğun əmələ gəlməsi şizogoniya yolu ilə baş verirdi. Qeyri-cinsi çoxalmadır. Vegetativ çoxalma dedik ki, bax burada da səbəb niyə bitkilərdə əsasən kənd təsərrüfatında vegetativ çoxalmadan istifadə olunur? Çünki istədiyimiz hər hansı bir ana bitkinin xüsusiyyətlərini saxlamaq istəyiriksə, yalnız həmən bitkinin xüsusiyyətlərini saxlamaq istəyiriksə, ona görə vegetativ çoxalmadan istifadə olunur və tez bir zamanda nəsil almaq da mümkündür. Yenə bu şəkilə diqqət, xahiş edirəm, hər bir çalışmaya baxaq, şəkilə baxaq. İnci çiçəyi kökümsovla, bəli, inci çiçəyi bitkisi bir rəqəmi ilə göstərilib. Qarağat bitkisi gövdəçiliyi vasitəsilə, çiyələk bığıcıqları vasitəsilə, dağ layləsi soğanaqlar vasitəsilə, begnoya bitkisi yarpaq vasitəsilə. Bayaq dedik, bax, yarpaqda olan əlavə tumurcuq hesabına. Digər qeyri-cinsi çoxalmanın bir növü fraqmentasiyadır. Fraqmentasiya sonuna biz hansı canlılarda? Təbii ki, heyvanlar aləmində rast gəlinir. Nümayəndə olaraq süngərlər, bağırsaq boşluqlar, yastı qurdlardan, yəni planarilərdə, dərsi tikanlarda bədənin hər hansı bir hissəsindən, qopmuş hissəsindən yeni bir tam orqanizm inkişaf edir. Diqqət yetirik, tam orqanizm inkişaf edir.
Bildiniz, yenidən göstərim. Tam orqanizm. Aha, deməli hansılarda oldu heyvanlar aləminin, çox hüceyrələr yarım aləminin, süngərlər, bağırsaq boşluqlar, yastı qurdlarda, dərisi tikanlarda. Bax, süngərlər verilib dərsimizdə. Süngərlər, bağırsaq boşluğu, yastı qurdlarda, dərisi tikanlarda tam bir orqanizm əmələ gəlir. Bu əsasən oturaq həyat tərzi keçirən canlılardadır. Aha, tumurcuqlanma yolu ilə çoxalma isə göbələklər aləmində, həm də heyvanlar aləmində, iki aləmdə rast gəlir. Məsəl üçün, göbələklər aləmində maya göbələyini misal göstərmək olar. Burada şəkili verilib. Heyvanlar aləmində isə süngərlərdə, bağırsaq boşluqlarda tumurcuqlanma yolu ilə çoxalmaya rast gəlinir. Diqqət, burada bir əlavə deyəcəm. Həm süngərlər, deməli, həm bağırsaq boşluqlarda biz həm fraqmentasiyaya rast gəlirik, həm də tumurcuqlanma yolu ilə çoxalmaya. Deməli, süngərlər həm də bağırsaq boşluqlarda həm fraqmentasiya üsulu ilə sayını artıra bilər, həm də tumurcuqlanma yolu ilə. Deməli, bax, yazmadım. Yastı qurdlar, dərisi tikanlarda yalnız fraqmentasiya vasitəsilə sayını artıra bilər. Məsəl üçün, bu hidranın şəklidir, bilirik. Hidrada ilk əvvəl nə əmələ gəlir? Öncə saplaq əmələ gəlir, daha sonra saplaqdan qolcuqlar əmələ gəlir. Qolcuqlar arasında ağız yaranır, ağızdan sonra isə ən sonda döşənək əmələ gəlir və bir hidranın üzərində çoxlu miqdarda qabarcıqlar əmələ gələ bilər. Digər çoxalması isə qeyri-cinsi çoxalmanın spor vasitəsilə çoxalmadır. Diqqət yetirək ki, spor termininə ümumiyyətcə neçə aləmdə rast gəlinir? 4 aləmdə. Hər bir aləmdə də spor termininə rast gəlinir. Lakin bakteriyaların sporu çoxalmaya xidmət etmir. Əgər bizdən soruşsalar ki, spor çoxalmaya xidmət edən spor neçə aləmdə rast gəlinir? Deyirik 3 aləmdə. Bitkilər aləmində, göbələklər və heyvanlar aləmində. Şəkillərə yenə təkrar diqqət baxaq. Spor vasitəsilə çoxalma. Su bitkiləri olan yosunlar, mamırlar, qıcıkimlər, göbələklər sporlar vasitəsilə çoxalır. Biz göbələklər aləmini keçəndə dedik ki, sporlar vasitəsilə çoxalma, məsəl üçün ali göbələklər, papaqlı göbələklər, yəni onlar lövhəcikli və borucuqlu göbələklərə bölünürdü. Çünki papağın alt hissəsində lövhəcik və yaxud da borucuqlarda nə yerləşirdi? Sporlar və sporlar vasitəsilə sayını artıra bilirdi. Şəkildə verilən yaşıl quş mamırıdır. Diqqət yetirək. Yaşıl quş mamırının həmin bu hissələri adlanır qutucuq və bu qutucuğun içərisində çoxlu şəkildə meyoz yolla nə əmələ gəlir? Sporlar əmələ gəlir. Mamırların sporundan, zəhmət olmasa qeyd eləyin özünüzdən, mamırların sporundan əmələ gəlir cücərti və mamırların cücərtisi adlanır, cücərti nə adlanır? Proteinema. Bəli, proteinema adlanır. Həmin bu proteinemadan əmələ gəlir cinsi nəsil, yəni yetkin bitki. Yenə bunu mamırları keçəndə deyəcəm, amma burada da istədim ki, deyim ki, sporları harda əmələ gəldi? Mamırların qutucuqda. Qutucuqda sporlar nəyin vasitəsilə əmələ gəldi? Meyoz yolla. Və meyoz yolla əmələ gələn sporlar mütləq torpağa düşür və orada həmən sporlardan əmələ gəlir nə? Cücərti. Adı necədir? Proteinema. Yəni tallomu proteinemadır. Proteinemadan isə əmələ gəlir cinsi nəsil, yəni yetkin bitki. Digər şəkil isə bu erkək qıcının şəklidir ki, erkək qıcının fikir veririk şəkilə ki, yarpağının alt hissəsində sporangilərdir. Sporanginin içərisində çoxlu şəkildə sporlar əmələ gəlir. Həmən bu sporlar cücərərək torpaqda yenə bundan cücərti əmələ gəlir. Mamırlarda olduğu kimi. Hər ikisində, yəni mamırlarda da, qıcıkimlərdə də sporlardan əmələ gəlir cücərti. Mamırların cücərtisi proteinema adlanır. Qıcıların cücərtisi protal adlanır. Həmən protaldan, mamırlardan fərqli olaraq protal üzərində qamitlər əmələ gəlir. Yəni, həmən spor özü meyoz yolla əmələ gəlmişdir. Lakin meyoz yolla əmələ gəlir və sporlardan əmələ gəlir nə?
qametlər mitoz yolla. Harda? Protal üzərində qametlər əmələ gəlir. Bu da göbələklərdədir ki, sporların yerləşməsi. Yenə o ali sporlu bitkilərə qaydanda daha ətraflı geniş məlumat verəcəm. Digər çoxalmamız isə bizim oldu hansı çoxalma? Cinsi çoxalma. Cinsi çoxalmada dedik ki, mütləq şəkildə cinsiyyət hüceyrələri qametlər yaranmalıdır və yavaş gedən prosesdir cinsi çoxalma. Yavaş gedən prosesdir, qametlər yaranır və cinsi çoxalmada müxtəliflik nəzərə çarpır. Səbəb odur ki, həm ana bitki, həm də məsəl üçün bitkilərdə deyirəm, həm dişi bitkidən, həm dişi bitki, həm də erkək bitkidə hər birində müxtəliflik var. Onlar bir-biri ilə mayalandıqda müxtəliflik nəzərə çarpır. Bəli, bu şəkildə isə üzüm bitkisidir ki, qələmlə çoxalmasını qeyd ediblər. Çalışmaya baxaq, ikinci çalışmaya. Spor qeyri-cinsi çoxalma ilə tamamilə doğru. Qamet cinsi çoxalmaya aiddir. Spor aiddir yonsunlarda, göbələklərdə, mamırlarda, qıcıkimlərdə. Yəni küknar isə çılpaq toxumlu bitkilərdir ki, təbii ki, bilirik, toxum vasitəsilə çoxalır. İnfizor tərlik 2 hüceyrədən ibarətdir. Çoxlu hüceyrədən təşkil olanlar isə biz bunu deyə bilərik ki, hansı canlıları, yəni bağırsaq boşluqlar tipinin, heyvanlar aləminin çox hüceyrələrdən istənilən planarilər, yastı qurtları deyə bilərik. Bitkilərdən də məsəl üçün ali sporlu bitkiləri, ali toxumlu bitkiləri deyə bilərik. Maya göbələkləri tumurcuqlanma yolu ilə aidi amöb 2-yə bölünməklə. Cinsi çoxalmada 2 valideyn iştirak edir. Qeyri-cinsi çoxalmada adətən bir valideyn iştirak edir. Əlavə qeyd kimi deyək ki, qeyri-cinsi çoxalmada bəzi hallarda, yəni calaq vasitəsilə çoxalmada 2 valideyn iştirak edir. 2 fərd iştirak edir, doğrudur. Çünki biri calanan hissədir, biri calaq altıdır. Yəni 2 dənə burada bitkidən istifadə edildiyinə görə calaq vasitəsilə çoxalmada 2 fərd iştirak edir. Bunu da dedik, bölünmə yaşıl evglinadır. Hidrada isə tumurcuqlanma yolu ilə qeyri-cinsi çoxalması. Bilirik ki, hidra həm cinsi yolla, həm də qeyri-cinsi yolla. Qeyri-cinsi çoxalması harda baş verirdi? Əlverişli şəraitdə baş verir, tumurcuqlanma yolu ilə. Əlverişsiz şəraitdə isə cinsi çoxalması baş verirdi. Cinsi hüceyrələrin yaranması və mayalanması qametlərin, yəni cinsiyyət hüceyrələrin yaranması necə baş verirdi? Gəlin bu şəkillərə diqqət yetirək. Ümumiyyətlə, qametlərin yaranması qametogeniz adlanır və erkək bitkilərdə, bitkilər üzərində danışmayaq, bu qametlərin yaranması heyvanlar aləmi üzərində danışaq. Məsəl üçün, spermatogeniz. Bitkilərdə çünki fərqlidir. Spermatogenizin heyvan hüceyrəsində spermatogenizin yaranması, heyvan hüceyrəsində yumurta hüceyrənin yaranması. Erkək cinsi hüceyrələrin yaranması spermatogeniz adlanır, dişi cinsi hüceyrələrin yaranması oogenizdir. Öncə istəyirəm ki, spermatogeniz haqqında danışaq. Məsəl üçün, sizə məlumat vermək istəyirəm ki, biz bilirik ki, orqanizmin fərdi inkişafı embrional və postembrional dövrü var və məsəl üçün, insan üzərində danışsaq, insanda erkək cinsi hüceyrələrin yaranması cinsi yetişkənlik dövründə baş verir və hər bir erkək cinsi hüceyrənin yaranması 3 mərhələdən ibarətdir. Birinci mərhələ çoxalma mərhələsidir, ikinci mərhələ böyümə mərhələsidir, üçüncü mərhələ isə yetişmə zonasıdır. Birinci mərhələdə çoxalma mərhələsində bir hüceyrədən çoxlu hüceyrələr əmələ gəlir. Yəni bir hüceyrədən mitoz yolla bölünür. Biz bilirik ki, mitoz yolla bölündükdə neçə hüceyrə əmələ gəlirdi? Biri bölündükdə ikisi, bir mitoz, biri bölündükdə ikisi, biri bölündükdə ikisi və burada mitoz sayını necə bilərsiniz? Həmən bu xətlərlə siz mitoz bölünmənin sayını tapa bilərsiniz. Yəni burada 2 üstü 3-dür də, 8 hüceyrə yaranıbdır. 2 üstü 3 mitoz bölünmənin sayını göstərir.
Dedik ki, birinci mərhələsi oldu çoxalma mərhələsi və erkək cinsi hüceyrələrdə çoxalma mərhələsi cinsi yetişkənlik dövründə baş verir. İkinci mərhələ böyümə mərhələsidir ki, interfazadır ki, burada artıq DNT-nin ikiləşməsi baş verir və interfaza mərhələsi fasiləsiz olaraq bu proses baş verir. Üçüncü mərhələ yetişmə mərhələsidir ki, yetişmə mərhələsində bir başlanğıc hüceyrədən, qeyd edirik, bir başlanğıc hüceyrədən 4 hüceyrə yaranır. Həmin bu 4 hüceyrənin erkək hüceyrələrdə, erkək cinsi hüceyrələrdə 4 hüceyrənin 4-ü də qametə çevrilir. Şəkilə diqqət yetirir. Spermatozoidə çevrilir. Yəni spermatozoid nədir? Qamçılı hüceyrə deməkdir, cinsi hüceyrə. Deməli, yetişmə mərhələsində hansı bölünmə getdi? Meyoz bölünmə. Birinci meyoz var, bir də ikinci meyozdan danışa bilərik. Birinci meyozda əmələ gələn hüceyrələrdə xromosom və xromatid sayı n, xromosom sayı n, xromatid sayı 2c-dir. İkinci meyozda isə sonda n və c-dir. Yəni, xromosom sayı xromatid sayına bərabərdir. Erkək cinsi hüceyrələrin yaranması. Deməli, bir başlanğıc hüceyrədə neçə hüceyrə yarandı? 4 hüceyrə. Neçə qamət yarandı? 4 ədəd qamət. Məsəl üçün, bu heyvanlar aləmində də deyə bilərik, insanda da bu cür baş verir. İkinci, dişi cinsi hüceyrələrin yaranması oogenezidir. Oogenez, yəni yumurta hüceyrənin yaranması. 3 mərhələdən ibarətdir yenə. Çoxalma mərhələsi, burada çoxalma mərhələsi, böyümə mərhələsi və yetişmə mərhələsi. Çoxalma mərhələsi mitoz bölünmə ilə, böyümədə interfaza baş verir. Yetişmə mərhələsində isə meyoz 1 və meyoz 2 baş verir. Yumurta hüceyrə zamanı bir başlanğıc hüceyrədən 4 hüceyrə yaranır yenə. Və bu 4 hüceyrədən isə yalnız biri qametə çevrilir. Deməli, yumurta hüceyrədə bir başlanğıc hüceyrədə neçə qamət yarandı? Baş şəkilə diqqət yetirsək, 1 ədəd qamət yarandı. Neçə yönəldici cisim yarandı? 3 ədəd. Bax, bu bir qaydadır. Sizin testlərdə köməyinizə çatar. Minimumdan gedin həmişə testlərdə. Birindən yarananda neçə qamət oldu? Bir başlanğıc hüceyrə daxil oldusa, yetişmə mərhələsinə yalnız bir yumurta hüceyrə yarandı. Neçə yönəldici cisim yaranar? 3 ədəd yönəldici cisim. Və bunda da xromosom sayıları meyoz 1-də n, 2c-dir, meyoz 2-də isə n və c-yə bərabərdir. Bu cür şəkillər testlərə düşür. Bax, bunlar bu hissələr ikinci meyozdur. Burada hər ikisində rahat yaza bilərik n-c, n-c. Amma burada isə necə yaza bilərik? n-2-c. Şəkilləri oxumağı bacarmalıyıq. Bura meyoz 1-dir. Bu aşağıda yarananlar isə meyoz 2-ni göstərir. Və qametlər yarandı, yumurta hüceyrə yarandı, spermatozoid yarandı. Bunlar birləşərək mayalanma baş verir. Mayalanmadan isə zigot yaranır. Zigot isə mitoz yolla bölünərək çox hüceyrəli rüşeymə başlanğıc verir. Sadəcə insan orqanizmdə, yəni qadınlarda yumurta hüceyrənin yaranması nə zaman baş verirdi? Buna diqqət yetirək. Yəni oogenez prosesi qadınlarda embrional inkişafdan təməli qoyulur. Onlarda yalnız bətn daxili inkişafda mitoz bölünmə baş verir, interfaza davam edir, hər ay interfaza davam edir. Lakin ikinci, üçüncü mərhələ olan yetişmə mərhələsi yalnız nə zaman olur? Cinsi yetişkənlik dövründə. Lakin biz spermatozoidin yaranması hər 3 mərhələsi, üçü də baş verirdi cinsi yetişkənlik dövründə. Lakin qadınlarda isə təməl qoyulur bətn daxili inkişafda, lakin qamet yaranma isə baş verir cinsi yetişkənlik dövründə. Bu qeydinizi götürün, yəni bu hissələri bilməkdə bir fayda var. Davam eləyək cinsi çoxalmanın formalarından. Biz dedik ki, hansılar idi cinsi çoxalmanın formaları? Misal olaraq cinsi çoxalmanın formalarına partogenizi misal göstərmək olar, hermafrodit misal göstərmək olar, ayrı cinsiyyətli çoxalmanı misal göstərə bilərik. Və hermafrodit canlılar heyvanlar aləmində nə deməkdir? Hermafrodit canlı bir orqanizmdə hər iki cinsiyyət hüceyrəsinə rast gəlinirsə, hermafrodit orqanizmlərdir. Hermafroditizm hadisəsində biz yastı qurdlarda, məsəl üçün həlqəvi qurdlarda,
həlqəvi qurdlarda, yastı qurdlarda misal göstərə bilərik. Ayrı cinsiyyətlik isə təməli qoyuldu sap qurdlar tipindən. Yəni insan asqaritində artıq ayrı cinsiyyətlik, cinsiyyət dimorfizmi baş verdi. Məsəl üçün hermafrodit heyvanların ayrı cinsiyyətlikdən birdən üstün cəhəti odur ki, onlar məsəl üçün parazit canlılar özlərinə partnyor axtarmağa ehtiyac yoxdur. Yəni onların özlərində bir fərdində həm yumurta hüceyrəsi, həm də spermatozoid əmələ gəlir. Məsəl üçün öküz soliterində, ixnikokda, qaraciğər sorğusunda. Səbəb budur. Ayrı cinsiyyətlik də təbii ki, dedik, sap qurdlardan başladı. Məsəl üçün boğumayaqlılarda, molluskalar tipində bunlarda molluskalarda ayrı cinsiyyətlik var. Lakin göl ilbizində molluskalar tipinin nümayəndəsi olan göl ilbizində hansı çoxalma necə idi? Hermafrodit idi. Bax, heyvanlar aləmini yaxşı bilsək, burada heç bir çətinliyimiz olmaz. Digər çoxalma cinsi çoxalmanın partogenis yolla çoxalmasıdır ki, partogenis, partogenus qız deməkdir, genis doğulma mənşə deməkdir. Partogenis çoxalmanın ümumiyyətlə yadınızda qalsın, haploid tipli partogenis var, diploid tipli partogenis var. Haploid tipli partogenizə ilçək bar arasında misal göstərə bilərik. Diploid tipli partogenis isə dafniyalarda, məsəl üçün dafniyalar hara aiddir? İbtidai xərçəng kimilərə. Dafniyalarda, sikloplarda misal göstərmək olar. Mənələr hara aid edilir? Kəpənəklərdə. Kəpənəklərdə isə mənələrdə rast gəlinir. Deməli, haploid ilçək balı arasında, dafniyalarda, sklopda, mənələrdə rast gəlinir. Bundan əlavə, yadınızda saxlayın ki, partogenis hadisəsinə təkcə onurğasızlarda deyil, həm də onurğalı heyvanlarda rast gəlinir. Məsəl üçün, onurğalı heyvanlarda misal olaraq qaya kərtənkələsində, quşlarda, Hind quşunda rast gəlmək olar. Bitkilər aləmində də hətta partogenizə rast gəlmək olar ki, zəncir otunda və qırğı otunda misal göstərmək olar. Davam edək çalışmamıza baxaq. Gametogenizdə dişi cinsiyyət hüceyrənin yaranması zamanı baş verən hadisələrin ardıcıllığını göstərək, yəni yumurta hüceyrənin yaranması oogenisdən söhbət gedir. Birinci mərhələdə nə ola bilər? Birinci mərhələdə burada biz qeyd edə bilərik ki, hansını verə bilərik? Burada bir dəqiqə diqqət. Bəli, B variantını götürə bilərik ki, ilkin cinsiyyət hüceyrələrində DNT-nin miqdarı 2 dəfə artır, yəni ikiləşmənin baş verməsi. Daha sonra burada mitoz bölünməni deyə bilərik. İlkin cinsiyyət hüceyrəsi mitoz bölünmədir. B F-i götürə bilərik. Daha sonra ilkin cinsiyyət hüceyrələri böyüyür. Böyümə mərhələsidir. Böyümə mərhələsidir. Bəli, ardıcıllığı yazım, siz özünüzə qeyd edin. Birinci B, daha sonra F mərhələsi, daha sonra C mərhələsi, daha sonra diqqət yetirək. D, burada nədir? İlkin cinsiyyət hüceyrələri meyoz yolla bölündü. Bəli, D variantını misal göstərə bilərik. Daha sonra C variantı ilkin dişi cinsiyyət hüceyrələrinin bölünməsi sayəsində sonda böyük hüceyrə, bir böyük hüceyrə və 3 kiçik yönəlici cisim yaranır. C-ni misal göstərə bilərik. Daha sonra bəli, ən sonda Y-də nə yazır? İnkişaf edən ilkin dişi cinsiyyət hüceyrə yalnız bir ədəd tam iri sarılıq toplamış hüceyrəyə başlanğıc verir. Bəli, tam onların sitoplazması dedik ki, qeyri-bərabər bölünməsi sayəsində bir ədəd böyük, 3 ədəd yönəlici cisim yaranır. O bir ədəd böyük hüceyrədə isə yumurta sarısına malik olur. Tamamilə doğrudur. Y variantını yazarıq. Ən sonda isə iri hüceyrə nəyə çevrilir? Yumurta hüceyrəyə və qamet əmələ gəlir. Deməli, ardıcıllığımız necə oldu? B, E, C, D, C, Y, A. Yəni, siz özünüz də baxarsınız. Digər iki çalışma 2-yə baxaq. Böyümə mərhələsində DNT-nin ikiləşməsi baş verir. Bəli, bax, böyümə mərhələsi, DNT-nin ikiləşməsi, niyə deyərsiniz birinci DNT-nin ikiləşməsini götürdük? Çünki biz bilirik ki, mitoz bölünmədən də əvvəl interfaza var, düzdürmü? İnterfaza olmasa mitoz bölünmə baş verməz. Öncə interfaza, sonra mitoz. Mitozdan da əvvəl DNT-nin ikiləşməsi var. Ona görə birinci DNT-nin ikiləşməsini götürdük. Bəli, böyümə mərhələsində də məhz interfaza davam edir. Orada da DNT yenidən ikiləşir.
Həm mitozdan əvvəl, həm də böyümə mərhələsində DNT-nin ikiləşməsi var. Bir A variantı doğrudur. Həlqəvi qurdlar hermafrodit orqanizmlərə aiddir. Bəli, həlqəvi qurdlar soğulcan, yəni qum qurdu, neritdə, bəli, tamamilə doğru hermafrodit heyvanlardır. Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması partogenez adlanır. Tamamilə doğru. Məsəl üçün, erkək bar arasında yumurta hüceyrə. Ona görə bir dənə əlavə deyim ki, erkək bar arısının birinci nəslində yalnız dişi canlılar yaranır. İkinci nəsildə isə erkək arılar əmələ gəlir. Çünki birinci nəsildə mayalanmış qametlərdən dişi fərdlər əmələ gəlir. İşçi arı və ana arı yaranır. Digərinə baxaq, yetişmə mərhələsində meyoz prosesi nəticəsində 3 yumurta hüceyrə və bir yönəldici cisimcik əmələ gəlir. Tamamilə doğrudur. Doğru fikirdir D variantı. Meyozun ikinci bölünməsi zamanı ilkin erkək cinsi hüceyrələrdə eyni ölçüdə 4 hüceyrə yaranır və onlarda spermatozoidlər formalaşır. Tamamilə doğru fikirdir. Bəli, doğru fikirdir. Partogenizə yastı qurdlarda rast gəlinir. Partogenizə yastı qurdlarda xeyr. Partogenizə biz dedik ki, dafniyalarda, mənələrdə rast gəlmək olar. Digər gametogeniz nəticəsində diploid xromosom yığımı spermatozoidlər və yumurta hüceyrələr yaranır. Tamamilə yanlışdır. Biz deyirik ki, partogeniz zamanı diploid yox, üzr istəyirəm, partogeniz yox, gametogeniz nəticəsində haploid xromosom yığımlı spermatozoidlər və yumurta hüceyrə yaranır. İstənilən hüceyrə yetişmə zonasının sonunda fərqi yoxdur, spermatozoid olsun, yumurta hüceyrə olsun, yönəldici cisim olsun. İstənilən hüceyrədə haploid xromosom sayına malikdir. Daha sonra ziqotun yaranması ilə nəticələnən erkək və dişi qametlərin birləşməsi gametogeniz adlanır. Yanlış fikirdir. Gametogeniz deyil. Burada adlanır nə? Mayalanma, yəni mayalanma. Bax, yadınızda qalsın. Dişi və erkək qametlərin birləşməsi prosesi mayalanma adlanır. Mayalanmadan nə əmələ gəlir? Ziqot. Mən proses olaraq mayalanma. Daha sonra ziqot yaranır. Bu şəkildə də təbii ki, oxuya bilirik. Artıq A və B-dir. Bax, bu 9-dan şəkilə baxaq, zəhmət olmasa. Bax, bu hissəsi hadır? Spermatogenizdir. Bu B isə oogenizi misal göstərir. Bax, bu 1 rəqəmi ilə göstərilən yumurta hüceyrədir. 9 rəqəmi ilə göstərilən spermatozoiddir. Bir başlanğıc hüceyrə. Başdan gələ-gələ burada böyümə mərhələsindən yetişmə mərhələsinə daxil olur. Birindən 4 ədəd qamet yaranır. Amma oogenizdə isə birindən 1 ədəd qamet yaranır. Çünki biri bir ədəd böyüyərək nəyə çevrilir? Yumurta hüceyrəyə çevrilmiş olur. Bu qədər.